Allah'tan korkmağı tövsiye edirəm. Bu Rəbbimizin həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Və tövsiye edirəm ki, Allahı razı salan əməlləri edəsiz. Asiliklərdən, günahlardan uzaq olasınız. Çünki təqva nicat yoludur. Günahlar həlak və bədbəxtlik yoludur. Ona görə də Allahın sünnəsindən, hikmətindən bəndələri üçün günahların aqibəti olaraq cəzalar qoyub. Cəzalar qoyub hansı ki, o cəzalar mütləq asi olana çatır. Bəzisi bu dünyada, bəzisi ahirətdə. Və bu aqibət, bu cəza Allahdan bir rəhmətdir. Bəndə üçün ona xatırlamadır. Xatırladır ki, qayıtsın Rəbbinə. Dönsün Allah Taala'ya. Zaharal fəsadu fil bərri vəl bəhr bimə kəsəbət eydin-nəs liyuziqahum ba'dəl-ləzi amilu ləalləhum yerciun. İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyib ki, onlara Allah onların etdiklərinin bəzisini dattırsın, bəlkə qayıdarlar. Ona görə də insana bu dünyada və ahirətdə etdiyi günahlarının cəzası mütləq çatacaq. Və bu dünyada ahirətdən öncə bir neçə səbəblə, bir neçə yolla, ən birincisi ruzi sıxıntısı ilə. Ona görə ən əzəmətli cəzalardan biri də hansı ki insana üz verir, başına gəlir, günahın nəticəsi olaraq bu dünya həyatındakı ruzisində sıxıntı yaşayır. وَضَرَبَ اللّٰهُ مَثَلًا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِهَا رِزْقُهَا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّٰهِ فَأَذَاقَهَا اللّٰهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ. Allah təhlükəsiz və əmin-amanlıq içində olan bir diyarı misal çəkir. Ona öz ruzisi hər yerdən gəlirdi. Lakin Allahın nemətlərinə küfr etdi. Allah da onlara etdikləri əməllərinə görə acılıq və qorxu libası geydirdi. Və onları qorxu və acılıq libası ilə bürüdü. Ona görə günah ruzinin bərəkətini aparır. Allahın lütf qapısını bağlayır onun üzünə. Sonra digər aqibət, digər cəza günah səbəbindən baş verən müsibət və ya başına gələn müsibət, fəlakət, bəlalar, hamısı asiliyin, günahların nəticəsidir. Ona görə insan bu dünyada görürsən ki, çox imtihan olunur. Başına çox müsibət gəlir. Sağlamlığında, malında, ailəsində. Ne üçün? Ona xatırladılır. Allah Teala ona xatırlama edir ki, qayıtsın Rəbbinə. وَمَا صَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Başınıza gələn hər bir müsibət öz əllərinizin qazandırıdır və ya günahlar ucbatındandır. Hələ Allah çoxunu bağışlayır və həmçinin günah səbəbdir insan təlaş içərisində yaşasın. Sıxıntıda, gərginlikdə. Ona görə günahın nəticəsində qəlb kədərə, qəm-qüssəyə bürünür. Köksü daralır. وَمَنْ عَرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən üz döndərərsə, onun güzəranı sıxıntılı olacaq. Allahın itayətindən uzaq olmağı, asiliyə qurşanmağı səbəb olur ki, insan zülmət içərisində, heyrət və sıxıntı içərisində yaşasın. Bununla da çıxıb kifayətlənir, xeyr. Əksinə Allah Teala günah səbəbindən digər cəzaları da verir. Yağışın yağmaması kimi, yeryüzünün quraqlığa çevrilməsi kimi, əkinin, biçinin fəsad olması, heyvanların südünün quruması, acılığın, kasıblığın yayılması hamısı günahın nəticəsidir. Hətta səbəbdir günahlar. Nəinki insan, heyvan və həşəratlar da bundan əziyyət çəksin. İlahi cəzanın təsiri onlara da toxunsun. Adəm övladının asiliyi səbəbindən. Əbu Hureyra radiyallahu anhu eşidir ki, bir kişi deyir ki, İnnə zalimə lə yadurru ilə nəfsə. Eşidir ki, deyir ki, zalim ancaq öz nəfsinə zərər vurur. Çevrilir ona tərəf, deyir ki, bələ, vallahi innəl hubara lətəmutu fi vəkrihə huzələn bi zulmu zalim. Deyir ki, əksinə, Allaha and olsun ki, doğdaq quşu belə öz yuvasında zalimin zülmündən zəifliyib ölür. İkrimə rahiməhullah deyir ki, Allah Teala buyurur ki, Ulaikə yəl'anuhumullah və yəl'anuhumul la'inun. O kəslər ki, Allah onları lənətləyir və lənət edənlər lənətləyir. Deyir ki, yəl'anuhum kullu şey. Onları hər şey lənətləyir. Həttəl xanafisə vəl-əqarib. Hətta qara böcəklər, əqrəblər deyirlər ki, muni'nəl qatra bi zunubi bəni Adəm. Adəm övladının günahlarına görə bizə göydən damcı məhrum edildi. Mücahid rahiməhullah deyir ki, İzəstənətis sənə, əgər quraqlıq üz verirsə, qalətil bəhəyim, heyvanlar deyər ki, hədə min əcli usati bəni Adəm. Bu Adəm övladının asililəri üz batındandır. Lənəllahə usatə bəni Adəm. Adəm övladının asilərini Allah lənət etsin. Həmçinin bu günahlar nəinki insanın özü üçün cəza olaraq çevrilir. Əksinə topluma da, ümmətə də cəzadır. Günahlar əgər o cəmiyyətdə, o toplumda yayılırsa və inkar edilmirsə, islah edilmirsə, cəza onların hamısına nazil olur. Əbu Bəkir radiyallahu anhu xitab edir ətrafındakılara. Allah'a həm səna edəndən sonra deyir ki, əyyuhənnəs, ey insanlar, innəkum təqrauna hədihil ayət, siz bu ayəni oxuyursunuz.
وتدعونها على غير موضعها ve onu düzgün yerine koymursunuz. Düzgün başa düşmürsünüz. Aleykum enfusakum la yadurrukum men dalle idha ihtedeytum. Özünüz öz qaygınıza qalın. Kim zəlalətə düşsə sizə zərər verməz. Bu ayəni düzgün yerine koymursunuz. Biz eşitdik Peygamber sallallahu aleyhi ve sellem deyirdi ki innen nase idha ra'u zulm, idha ra'u zalime lem ya'khudhu ala yedeyhi avşaka en ya'umahumullahu bi'iqab. Eğer insanlar bir zalimi görüp onun elinden tutmasalar, korkulur ki Allah Teala cezasıyla onları bürüsün, onları ehate etsin. Ve inni semi'tu Resulullah sallallahu aleyhi ve selleme yekul. Ben işittim ki Peygamber sallallahu aleyhi ve sellem deyirdi ki, "Ma min kavmin yu'malu fihim bil ma'asi." Elə bir qövm yoktu ki, onların arasında günah işledilsin. "Thumma yaqdirun ala en yughayyiru." Ve onlar qadir olsunlar onu değişmeye. "Thumma la yughayyiru." Ve değişmesinler. "İlla yushiku en ya'ummuhumullahu minhu bi'iqab." Ve korkulur ki Allah Teala özünden onlara ceza versin. Ve günahın aqibəti bu dünya ilə də kifayətlənmir. Əksinə, aqibəti ahirətdə də davam edir. Daha şiddətli, daha əzəmətli. Ona görə kim israr edirsə günahda, tövbə etmirsə, bilsin ki, ahirətdə aqibəti daha da şiddətli olacaq. Və ahirətin ilk mənzili qəbirdir. Və orada olan aqibət şiddətlidir, əzəmətlidir. Və qəbir ahirətin ilk mənzilidir. Orada nicat tapan, ondan sonrasında da nicat tapacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qəbir əzabını haqq edən bir neçə günahı zikr edib ve sebeplerini zikredip ki insan o sebepten qəbirdə əzab çəkəcək. Yalan kimi, nəmmamlıq kimi, qeybət kimi, namazın tərki kimi ve deyib ki, "İnnə hədihil ümmə sətubtələ fi quburiha." Bu ümmət qəbrində imtihan olunacaq. "Fələulə ən lə tədəfənu lədə'utullaha en yusmi'akumul azabel qabr." Əgər bir-birinizi bastırmasaydınız, Allah'a dua ederdim ki Allah size qəbr əzabını eşittirsin. Sonra üzünü çevirip dedi ki, "Təəvvədu min azabin nar və təəvvədu min azabil qabr." Cəhənnəm əzabından və qəbr əzabından Allah'a sığının. Bununla da kifayətlənmir. Qiyamət saati qopduqda, həşr olunduqda, haqq hesab var qiyamət günü. Gətiriləcək o asi, o günahkar, əvvəlkilərin, sonuncuların önündə, insanların şahidliyi ilə onların başı üzərində rüsva ediləcək. Onunla da kifayətlənəcək xeyr. Ondan sonra digər hesab, kitabların verilməsi, əməl kitablarının oxunması, tərəzidə çəkilməsi, sirat üzərindən keçmək. Bunlar hamısı cəza növüdür. Hansı ki asi, o asiliyi etməmişdən əvvəl düşünməlidir. Nə cavab verəcək? "Yevmə izin tu'raduna la təxfə minkum xafiyə." O gün siz ərz olunacaqsınız. Yəni məhşərə gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qalmayacaq. Ondan sonra isə od, cəhənnəm alovu, cəza olaraq, əzəmətli bir aqibət olaraq Allah Teala hazırlayıb zalimlar üçün, asilər üçün. "İnnellezîne ya'kulûne emvâlen nâsi zulmen, inneme ya'kulûne fî butûnihim nâra ve seyaslâvûne sa'îrâ." Şübhəsiz ki, yetimin malını haqsızcasına yeyənlər qarınlarında ancaq od doldururlar və qarınlarına ancaq od doldururlar və o da onları yandırıb yaxacaq, sonra isə əbədi olan oda girəcəklər. Ona görə də günahlar insanın həyatını fəsad edir. İstər dünya həyatını, istər ahirət həyatını uzaqlaşdırır onu Allahın rəhmətindən. Ona görə diqqət etməlidir, çəkinməlidir günahlardan, səhlənkarlıq etməməlidir, xatırlamalıdır daima. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu kəlamını "Kullu bəni Adəm xatta." Hər Adəm evladı xəta edəndir. "Və xayrul xattâinə təvvabun." Ən xeyirli xəta edənlər, tövbə edənlərdir. Ona görə bunları biləndən sonra günahda, asilikdə qalmağın sənə üzür deyil. Əksinə, qarşında hələ də fürsət var. Tövbə etməyə, Allah Taala'ya qayıtmağa. Çünki günahlar bəndələr üçün bəladan başqa bir şey gətirmir. Nemətləri qaldırır, əzabı davamiyyətli edir, səmadan yağışın enməsinə maneədir və elə bir bəla nazil olmayıb ki, səbəbi günah olmasın və elə bir bəla qaldırılmayıb ki, səbəbi tövbə olmasın. فَلَوْلَا كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلَّا قَوْمَ يُونُسَ لَمَّا آمَنُوا كَشَفْنَا عَنْهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ. Kaş ki hər hansı bir məmləkət iman gətirsəydi və imanları onlara fayda verərdi. Lakin istisna Yunus və qövmü oldu. İman gətirdiği zaman dünya həyatındakı rüsvayçılıq əzabından onları xilas etdik və onları bir müddətə qədər dünya nemətləri ilə faydalandırdıq. Ona görə tövbə edin, Allah'a qayıdın. Allah'tan diləyirəm ki Allah Teala bizim keçmiş ve gelecek günahlarımızı bağışlasın. Gizlində, aşkarda olan günahlarımızı bağışlasın. Günahlardan, asiliklərdən bizi uzaq etsin. Bizi itayətində sabit etsin. Allah'ım günahlarımızı bağışla, xətalarımızdan keç və ölməmişdən qabaq. Səmimi tövbəyə bizi müvəffəq et. Bizi məqbul etdiyin bəndələrdən et.